Hı. Bugünkü mövzumuz Python'da sətirlərdir. Yəni STR tipindən gedir söhbət sətir deyəndə. Açılışı string də deyirlər. Sətir tipinə və yaxud da mətin tipi deyirlər. Sətir deyəndə sizin ilkin anlayışlarınız var idi. Nələr nəzərdə tutuldu uşaqlar? Nədən gedirdi mövzu? Dırnaq içində verilən ifadələr də. Bəli, əla. Dırnaq içində verilən ifadələrdən. Yəni bu ifadə sözdə ola bilər, işarədə ola bilər, cümlədə ola bilər, hətta rəqəm, ədəddə ola bilər. Dırnaq içində verilməsi bizim üçün kifayətdir ki, bunun bir STR olduğunu anlayaq. Və bu dırnaqda bir dırnaq, iki dırnaq, üç dırnaq və yaxud da altı dırnaq da ola bilər. Və demişdik ki, bizim saniye bunu biraz aşağı aparın. Zamane olmasın. Aha. Demişdik ki bizdə dəyişən adları ki var. STR tipində immutable olurdu. Yəni dəyişməyən forma alırdı. Dəyişməyən forma nə deməkdir? Məsəl üçün HG yazmışıq, həftənin günləri bərabərdir çərşənbə axşamdan. Siyahıda bunu HG replace olaraq, yəni imini replace-dən getmir də, hər hansı bir metodu yazsaq dəyişiklik olardı. Siyahı tipi dəyişən tipi idi. Amma ədəd və mətin tipində, yəni STR-də də bizim replace eləməyimiz kifayət eləmirdi. Yəni biz yenidən print eləyəndə yenə bizə çərşənbə axşamı verəcək. Bu ifadəni verəcək yenində. Burada eynən yazılıb, nəsə. Yəni, cümə axşamı sözün verməyəcək. Yəni, yer dəyişməni aparsa belə, bizim dəyişənimiz bir dəyişiklik göstərməyəcək. Ancaq burada mənimsətmə hissəsi gedibdir. Yəni, HG dəyişənə yenidən mənimsədilib ki, replace metodu işləsin. Və burada artıq HG-ni çap edəndə bizə cümə axşamını çap edəcək. Aydındır. Çünki burada bir dəyişmə funksiyası yerinə yetirilibdir. Deməli, nə qənaətə gəlirik? Sətir tipi dəyişməz olduğu üçün ona yeni dəyər vermənin yeganə yolu mənimsətmədir. Sətirlər üzərində əməllər. Vurma əməli və toplama əməlini yerinə yetirə bilərik. Vurma əməli o halda ola bilər ki, vurma əməlimizdə biri int olsun, digəri isə STR olsun. Bu zaman vuranda, məsəl üçün, Ayxan sözünü 5-ə vuruqsa, 5 dənə Ayxan çap edir. 1, 2, 3, 4, 5. Toplayanda isə yanaşı yazır. Yəni, A üstə gəl, B olur AB. Bu formada olur. Çıxma əməli, iki STR-in bir-birinə vurulması, bölünməsi mümkün deyil, alınmır, olmur. STR haqqında bilməli olduğunuz ən vacib məqamlardan biri də STR-lərin indeksləşməsidir. İndeksləşmə əgər müsbət addımdan gedərsə, sola doğru gedərsə, sıfırdan başlayır. Mənfi addımdan olarsa, yəni daha doğrusu sağa gedirsə sıfırdan başlayır, sola gedirsə mənfi birdən olaraq başlayır. Yəni bunu belə təsvir edilmişsə, bir ədəd oxu fikirləşin. Bu ədəd oxunda sıfırdan başlayaraq, sıfırdan başlayır bu tərəfə doğru getməyə. Deməli, biz belə bir ifadə götürəndə buranı nə götürürdük? Ya da elə təkcə belə götürəndə. Bu qismi nə götürürük şagirdlər? Startımızı nə götürürük? Start nəyə bərabər olur? Səsiniz gəlmir. Sıra. Bəli, sıfıra. Siz fordan bilirsiniz axı bunu. For, range, start, stop, step bilirdiniz. Sıfıra bərabər olur. Yəni bu indeksləşmə sıfırdan başlayır. Sıfırdan başladığı üçün gedişi
Yəni 0, 1, 2, 3 bu nə deməkdir məsəl üçün? Belə yazılış nədir? 0, 1, 2, 3, 4'dür də, doğrudurmu? Bu tərəfə doğru gedirsə, artıq nə ilə getdi? Müsbət 1 ilə getdi. 1 artdı, 1 artdı, 1 artdı. İndi biz bunun bu tərəf hissəsini götürsək, bundan o tərəfəni götürsək. Burada nə olur? -1, -2, -3, -4. Bəs yaxşı, onda bu tərəfki addımlarımız necə gedəcək? Məntiqlə. -1 ilə gedəcək. -1 ilə. Sola doğru, sağa doğru gediş. Deməli, bu hissəni burada verib deyə, bu 0-cı indeks 1, 2, 3, 4, 5, 6 olur. Lövhəni görürsünüz uşaqlar siz. Sübhan, lövhəni görürsünüz. Bəli, bəli, mən görürəm. İndeksləri görürsünüz. Dəyişir lövhə. Necə? İndeksləri görürsünüz də, hal-hazırda yazdıqlarımı görürsünüz, hə? Bəli, bəli. Hə. Buradan başladıqda isə artıq 0 olan hissəni burada alıb axı. Bu tərəfi alır. -1, -2, -3, -4, -5, -6, -7-ci indeks olur. Aydındır necə indeksləndiyi. Deməli, Pythonda STR'in obyektinin metodlarını iki kateqoriyaya ayıra bilərik. Deməli, birinci kateqoriya nədir uşaqlar? İndeksə müraciət edənlər, yəni nə? Sənin tutduğun yerə baxanlar. Məsəl üçün, for in A. A da bərabərdir. Məsəl üçün, Saturn. Saturn. Hara getdi bu? Sildi bunu. For in A. İndi, biri var ki, mən for in A edəm. I hansı qiymətlər alacaq burada? I bunun içində gəzəcək. I olacaq S. Sonra I olacaq ikincidə. A. Sonra I olacaq T. Sonra I olacaq U. Sonra I olacaq R. Sonra I olacaq N. Saturn. Artıq burada, yəni dövrümüz hərf sayı qədər gedəcək. Bir içində gələcək. Bir də deyirəm ki, for I in range 0-dan len A-ya. 0-dan len A-ya, yəni ki, 0-cı indeksdən sona qədər geçsin. Çünki len uzunluğumuzu bildirir. Məsələn, Saturn sözün uzunluğu neçə olacaq? 1, 2, 3, 4, 5, 6. İndekslə neçə olacaq? 0, 1, 2, 3, 4, 5. 5-ci, sonuncu indeks 5 nömrəli olacaq da. Amma len 6-da axı. Lenimiz 6-dır sözün leni. Ona görə bura len A qoyanda bu 6 olur 0-dan 6-ya qədər. Ona görə bütün yəni sözü götürmüş olur. İndi burada desək ki, i'lər nə olar? Print i etsək. Bizim artıq qiymətlərimiz nə olacaq? 0, 1, 2, 3, 4, 5. İndeksləri çap edəcək. Doğrudurmu? İndi eyni formada bizim təsəvvür edək ki, yəni biri var sözün öz hərfləri, yəni hansı ki onunla işləsin, S hərfini silsin, bura bir başqa hərf artırsın və s. Biri var bu hərflər, bir də var ki, bunun indeksinə nəsə etsin. Yəni, həmin indeksdəkini silsin, həmin indeksi geri qaytarsın. Ona görə də iki cür olur. Mövqeyə baxan metodlar və yaxud da simvolun özünə baxan metodlar olaraq iki qismə ayrılır. İndi baxaq. Deyir ki, çağırdığımız metod bizə indeksdəki hərfi verir. Nə zaman? Məsəl üçün, A yazmışam, Selcan. Print eləsin A2-ni. A2 nə olacaq? 0, 1, 2. A2 artıq L hərfidir. Bizə L hərfini geri qaytardı. İndi burada bizim diqqət eləməli olduğumuz transkripsiyadır. Yəni kvadrat mötərizədir. Bu mötərizənin içində görürsünüzsə, əgər dəyişənin yanında, yəni normalda bu mötərizə özü siyahını bildirir. Siyahıdır.
Siyahı. Amma hansısa məsəl üçün A sözü var, A dəyişəni var, istəyirdi. A-nın yanında A2 qoyuramsa, deməli A-nın ikinci elementini istəyir, özünü istəyir. Və yaxud da deyirəm ki, print A36. A36 hara olacaq? 0, 1, 2, 3, 4, 5. 3-dən 6-ya qədər hansı hissəni götürəcək? Can hissəsini. Aydındır. Yəni bunu gördünüzsə, bilin ki, indeksi yox. Bu mötərizəni gördünüzsə. İndeksi yox, özünü istəyir. Özünü çağırır. İndi gəlin baxaq. Digər mötərizəmiz isə bu mötərizədir. Baxın, görürsünüz mötərizəmizi yumru mətərizə ilə işləyirik artıq. İndi bu normal mötərizələrimiz, bunun riyaziyyatlı adı nədir? Uşaqlar bu mötərizələrini bilmirəm, yadımdan çıxıb. Həmin bu adi mötərizələrimiz nədirsə siz bilirsinizsə deyərsiniz mənə. Artıq bizdə indeks istəyir. Məsəl üçün indeks deyirəm A, indeks L. Bu mötərizəni gördünüzmü? Deməli bunun indeksini istəyəcək. Yəni 0, 1, 2. Qaytaracaq mənə 2 olaraq. İndi məsəl üçün find metodunu eləyəcək. Deyirəm ki, A.find L. İlk gördüyü L-in indeksini verəcək mənə. 0, 1, 2. Nəyi verdi? 2-ni verdi, qaytardı geri. İndi məsəl üçün buna baxaq. A.find L. Find sağdan ilk tapdığı L-in, yəni bax bu L-in indeksini verəcəkdir. Amma yenə də normal qayda ilə sayaraq 1, 0, 1, 2. Aydındır, yəni burada mənfi verməyəcək. Sağdan ilk tapdığı L-in normal indeksini verəcək, yəni 2-ni qaytaracaq. Right find-də, yəni sağdan tapın. Belə, indi gəlin fikirləşək ki, bu lalafo sözündə elə belə olaydı, find olaydı. Nə tapardı, nə geri qaytarardı? Şimdi 0, Bəli, 0 qaytaracaq. 0, Bəli, 0 qaytaracaq. Yəni 0-da ilk gördüyü el 0-dır. Bəs yaxşı, burada məsəl üçün P olsaydı nə olardı el yerinə P? Onda nə qaytarardı? P-nin. 0 qaytara bilməzdi artıq, düzdürmü? Çünki 0-ı 0-cı indeksdə olanda qaytarar. Desək ki, P yoxdur, düzdürmü? P yoxdur. 0 qaytarsa. Biz nə başa düşəcək ki, bu demək istəyir ki, 0-cı indeksdə P var, yoxsa ümumiyyətlə P yoxdur. Hı? Deməli, bura 0 qaytara bilməz də tap bir yanda, doğrudurmu? İndi yadımızda saxlayaq. Find metodu tapmadıqda mənfi bir qiyməti qaytarır. Mənfi bir qiyməti qaytarır. İndi baxaq görək necə qaytarır bu mənfi bir qiymətini. Mənfi bir qiymətini niyə qaytardı? Yəni ki, artıq burada bu sıfırla qarışıqlıq düşməsin deyə. Üzrlü sayım, bircə saniyəyə gəlirəm uşaqlar. Bircə saniyə üzrlü sayım. Ha, gəldim uşaqlar, sən. Dedik ki, ona görə mənfi bir qiyməti qaytardı ki, yəni yoxdur. İndi bunun da səbəbini başa düşürük ki, sağdan götürsə belə indeksləşməni. Ona görə sağdan vermir ki, indeksi. Çünki sağdan mənfi biri ehtiyac var. Aydında bu hissəsi.
Daha sonra metodlar, istər find olsun, başqası da ola bilər, count olsun. Bunları aralıqda istifadə edə bilərik. Yəni bir start stop step içərisində istifadə edə bilərik. Necə istifadə edə bilərik baxaq. Mötərizəni görəndə siz artıq baxmalısınız birinci iki nöqtəyə. İki nöqtənin burasında bir ifadə var. Düzdürmü? İfadə. Hansı bir ifadə var. Burada isə heç nə yoxdur. Heç nə. Heç nə yoxdursa siz belə başa düşməlisiniz. Başdan. Başdan başlayır yəni bura. Başdan. İndi baxaq görək hara qədər. İndi hara qədər üçün o ifadəni çözməlisiniz ki, nə deyir? Deyir ki, A find ki, baxıram. A geyini harda tapır? 0, 1, 2, 3, 4, 5. 5 də. Düzdürmü? Deməli, B-miz nə oldu? 0-dan 5-ə qədər. Aydındır. 0-dan 5-ə qədər deyəndə bu hissə, yəni 0-dan 4-ə 5-ci raamımız tapdı. Print B tapdı. Başa düşmədiyiniz nəsə varsa deyin xahiş edirəm. Aha. Bunu dedik ki, find metodu mətnin içərisində indeksi tapmırsa, nəticə olaraq mənfi 1 verir. Məsəl üçün, bu ifadədir. Bunun içərisində J-ni axtarır, tapmır deyə mənfi 1 qaytarır nəticə olaraq. İndi baxaq. Count. Count nədir? Count saymaq üçündür. Count sözünün İngilizcə mənasını əksəriniz bilirsiniz də. Düzdürmü ki, count görən kimi artıq biləsiniz ki, məsəl üçün. Veribdir ki, məsəl üçün. Bir nöqtə count K. Səndə K-nın sayını istəyir. Doğrudur. Nədir? Bir nöqtə count K deyən kimi, yəni bunu bilməyən uşaqlar deyər ki, fisioda 2-dir. Nədir ki, F bərabərdir 2. K-ların sayını istəyir. Okay. Bununla bağlı karıxdırıcı məsələlər nə vaxt düşür? Bu qismdə düşür. Siz bilirsiniz axı ki, ASCII-də hər simvolun öz kodu var. Bu zamanda yəni onunla bağlı biz məsələlər də işlətmişik ki, kiçik simvolların kodu ayrı olur, böyük simvolların kodu ayrı olur. Yəni кейsə həssasdır. Yəni belə fikirləşin. Böyük simvol başqadır, kiçik simvol başqa. Siz A-nı daxil edəndə o qarşılığında, məsəl üçün count A deyirsinizsə, o qarşılığında A-nın ASCII və yaxud da Unicode kodunu götürür. Unicode kodunu götürdü. O kodu axtarır, o kodun qarşılığını axtarır, doğrudurmu? Artıq bu A-nı tapa bilməyəcək axı. Çünki bunun kodu başqadır. Ona görə də count edəndə, məsəl üçün, deyirəm ki, C bərabərdir Azərbaycan. Print C.count A. Atəş nəticə nə olar? 1 olacaq mən. Bəli, nəticəmizi 1 verəcək bizə. Çünki eyni deyil. Count'u siz siyahılarda da görəcəksiniz. Sadəcə olaraq burada deyirəm ki, nəyə görə verirəmsə, yəni count'u bu formada məsələlərdə qarşınıza çıxsa karıxmayın ki, nə demək istəyir. Count söz olaraq da siyahılarda artıq element kimi də axtara bilir. Alma elementini axtaracaq ki, 1, 2, 3. Nəticə olaraq 3 verəcək bizə. Yəni bütöv sözü də axtara bilər. Amma bunu siyahıda axtaracaq. Siyahı hissəsində. Gəldik splitə. Split nədir?
Biz demiştik ki, məsəl üçün, A bərabərdir 5. Bu nə hansı tipdəydi? STR-dəydi, doğrudurmu? A bərabərdir 5 STR-dədir. Bunu necə edə bilərik ki, integer olsun ya da float olsun? Necə eləyərsiniz uşaqlar? Necə yazırdıq? Aytəc, necə yazırdıq? Mənim A-nı bərabər eləyirdi int A-ya. Bəli, int A-ya. Dəyənət necə float edirdik? Hı? A bərabər int input-a. Float deyirəm mən sənə. Bu 5-i necə float eləyə bilərəm? Sadə A bərabərdir float A ilə. Tabarada oxu. Aha, təkrar et. Bilirdin çünki bunları. A bərabərdir float A edirdik. İndi biz deyək ki, bunu bu formada edirik. Okay. Bəs yaxşı. Siyahıya necə çevirəcəyik? Və yaxud da siyahıdan necə gətirəcəyik belə? Siyahıya çevirmək, okey, asandır. O qədər də çətin bir şey deyil. Məsəl üçün deyirəm ki, bir söz verirəmsə, tam ki, bunu siyahıya çevirsən belə olacaq məndə. Amma bunu qaytaranda geriyə bu metoddan qaytara bilməyəcəm. Yəni STR edəndə mənə eynisini verməyəcəkdir. Ona görə də bunun üçün split və join-dən istifadə etmək daha uyğun, məsləhətli yoldur. Split nə edir? Split bir siyahını, daha doğrusu bir sətri elementlərə bölərək, müxtəlif elementlərlə bölür və onu bir siyahı halına gətirir. Deməli, split nə oldu? Split oldu STR-dən listə keçid üçün. Join isə onun tam tərsini eləyir. Join nə oldu? Listdən STR-ə keçid üçün oldu. Aydındır nə etdi? Deməli, split nə oldu? Təkrarlayaq. Sübhan təkrarla zəhmət olmasa. Müəllim, STR-dən siyahıya keçinəcək split. Belə bir ki, birinin STR tipində olan, amma join də listdən STR-ə keçilir da. Yəni siyahı tipindən sətir tipinə keçirir. Aha, düzdür. İndi baxaq görək necə işləyir. Splitin orta hissəsində, siz bu hissəsində mötərizə görəcəksiniz. Əgər bu mötərizədə heç nə yoxdursa, boşluğa görə dəyişəcək. Yəni necə dəyişəcək? Boşluqdan boşluğa bu ayıracaq bir siyahı edəcək. Əgər bunun içərisində məsəl üçün nida olsa, hər gördüyü nidadan bir dəyişəcək. Əgər bunun içində məsələn bu hərfi olsa, bu hərfindən bir ayıracaq. Yəni bunun içərisində nə olsa, o olacaq bir ayıracaq. İndi baxaq. Python proqramlaşdırma dilidir. Bunu mən split edirəm və burada heç bir şey yoxdur. Düzdür? Heç bir şey yoxdur. Bu zaman mənə nə verir? Python proqramlaşdırma dilidir. Necə ayırdı? Boşluğa görə ayırdı. Boşluqdan boşluğa olan hissələri bir element elədi. Məsəl üçün, mən burada eləsəydim ki, o hərfləri görəm, yəni o hərfi görürəm. Desəydim ki, split eləsin O-ya görə. Bu mötərizənin içində O versəydim. Mənim proqram necə olacaqdı sizcə? Nəticəm nə olacaqdı? Müəllim, Belə Python olacaq. sözündə onu götürməyəcəkdi. Proqramlaşdırma sözündəki onları götürməyəcəkdi, elə bir ki. Bəli. Part bax, bir element olacaqdı. Virgül qoyacaqdı. Saniyə bunu səhv elədim. N proqramlaşdırma, yox, bir dənə də o var.
N, prok, r, yok, pırı, o buradaydı. N, pırı, belə olacaqdı. Onu siləcəkdi. Programlaşdırma. Yəni təzədən yazım. Buradan yazım açıq görün. P, Y, T, H, virgül, N, P, R. Onlar getdi gördünüz. Ha, bu da program, bu yok, bu şey adı. Programlaşdırma dilidir. Şey. Artıq mənə belə bölüb siyahı verəcəkdi. Başa düşdünüz? Baxın, vergül qoydu. Artıq vergülü görəndən bir alma, portağal, banan, armud. Belə elədi. Əgər bu bananla armudun arasında vergül olmasaydı necə olacaqdı? O bananla armud elə ki bir dənə Bəli. element kimi tapılmaz Və idi. bunlar olmayacaqdı elə bil ki. Belə olacaqdı. Bir element olacaqdı banan, armud. Aydında nə etdiyi? Okey. İndi bunu dedim də ki, A hərfi ilə ayırsa nə olur? İndi baxaq görək join də nə olur? Dedik ki, bu metodun da tərsi join metodudur. Join metodu da bu formada elə bil elementləri verilən siyahını nə ilə birləşdirirsə ona birləşdirir. Baxın, indi fikirləşək. Burada nəyi nəzərə almalıyıq? Əgər birləşdirirsə, birincisi yazılışına baxaq. Məsəl üçün, A bərabərdir. Biz necə yazdıq spliti? Məsəl üçün, dedik ki, B siyahısını split elə və mötərizədə elementi verdik. Məsələn, vergülə görə split elə dedik, düzdür? Amma burada tərsinə olacaq. Deyəcək ki, baxın, yəni baxın, gördü spliti necə elədik? Split elə A-ya görə. Burada bununla bunun yerini tərsi olacaq. Elə qruplar ki, join splitin tərsidir. Məsəl üçün, belə olacaq. A bərabərdir. İndi nəyə görə join eləyəcək, onu verir. Məsəl üçün, vergülə görə join et B siyahısını. Yəni, yazılışında bir tərslik olacaqdır. Tərsinə olacaq yazılışı. Vergülə görə join et B-ni. Və oxunuşu belədir. B-ni böl vergüllə. B-ni böl vergüllə. Vergüllə birləşdir B-ni. B-ni. Fərz etkin belədir. Aha. Yazılışında bu fərq olacaq. İstifadəsində isə nəyə fikir verəcəksiniz? Gəlin, nümunə kimi qoyun. Bax, məsələn. Deyirəm ki, A ilə join edin. Bayaq necə olmuşdu? Yəni, bir başqa nümunə göstərim. Saniyə. Bu nümunədən tam bilməyəsiniz. Eyni proqram qaytar. Bax, məsəl üçün, deyirəm ki, bir belə bir silahında 2 3 4 belə bir siyahıdır. Məsəl üçün A siyahısı. İndi mən deyirəm ki, A-nı A siyahısına. A-nı join elə. Join elə bir verirəm. Bir simvolundan join elə. Join B bərabər olsun. Join A-ya. A-nı birlə join elə. İndi nə bura düşməyəcək uşaqlar, X. Nə bura düşməyəcək. Çünki birləşdirmək üçün burada nəyi birləşdirsin, nəyə, ya da burada nəyi birləşdirsin, aralıqlar lazımdır. O zaman nə edəcək? Olacaq 1, 1, 2. 1, 3, düzdürmü? 1, 4. Yox, burada bir dənə 1 lazım idi.
1 elə bir bu aralara yazıq da. 1 1 yoxsa düz yazmışam. 1 1 2 1 1 2 2 1 1 1. Hə, düz yazmışam. Yox, düz yazmışdım. Aydındır necə birləşdirdik. Yəni bu birləri qoyacaq ortasına elə bil ki bir dənə STR eləyəcək. Heç nə ilə birləşdirməyəni istəmirsiniz də sadəcə istəyirsiniz ki bunu bir siyah halına gətirsin. Yəni bu belə bir şey olsun. 1 tam ki 2 3 4. Bunu istəyirəm ki sadəcə olsun. Deyirəm ki B bərabərdir boşluqla join it ana. Bu zaman uşaqlar sadəcə olaraq belə olacaq. 1 2 3 4 vəssalam. Deməli bu bizim nəyimiz oldu? Listdən STR keçid halımız oldu. Aydındır. Aha, keçək bir sonraki siyahıya. Hiç bakalım. Aha. İzalfa is digit is space. Uşaqlar bu sizin orta məktəb proqramınızda yoxdur, amma qarşıda gələn proqramlar ki yazacağıq, orada bizə ehtiyac olacaq. Yəni buna ehtiyac duyacağımız üçün bunları sizə əlavə edirəm. Nə ziyan var ki bilməyiniz. Proqram açıq sual yazanda ehtiyacımız olacaq. Aha, nə edir? Bax, məsəl üçün. Mən belə bir dəyişən vermişəm. Deyirəm ki, mən necə bilə bilərəm ki, bu tutalım ki, sadəcə olaraq hərfdən ibarətdir, yoxsa içində rəqəm də var. Axı bunu da bu hal-hazırda STR kimi görür, düzdürmü? O zaman izalfadan istifadə edə bilərik. İzalfa yoxlayır ki, sadəcə hərfdənmi ibarətdir, yoxsa yox. Və yaxud da is-digit. Is-digit yoxlayır ki, sadəcə rəqəmdən ibarətdirmi, yoxlayır. Bax, dirdir də, bu elə bir ki, dırdır hissəsidir. Alfadır, hərfdir, yəni rəqəmdir. Və yaxud da boşluqdur. Bu üçün yoxlayır. Bax, məsəl üçün, burada görsün, hamısına true verib dəyərləri. Amma burada deyirəm, Narmin 2023 izalfa, yəni alfadır, false verir mənə. Və yaxud da burada is-digit versəydim, ona da false verəcəkdi. Aydındır. Bu belə. Hərflərin ölçüsü, yəni tam proqramımızda olan bir metodlardır. 5 dənə qarşınızdadır. Bu 5 dənənin 3-ünü verib sizə ikisini verməyibdir. İkisi proqramımızda yoxdur. Amma ehtiyac ola bilər deyə bunları da sizə keçirəm. Çünki açıq suallar yazanda ehtiyacımız olur. Up neyindir? Bax, up sözü nə deməkdir? Up, yuxarı deməkdir. Bütün hərfləri böyük hərfə çevirir. Qulağı nədir? Aşağı. Hamısına deyir ki, aşağı düş. Capitalize. Capitalize sözü ilə ingilis dilində baş hərf deməkdir, mənim bildiyim qədər. Bunu uşaqlara birdən deyirəm ki, capital sözü ilə də yadınızda saxlaya bilərsiniz. Capital nədir? Paytaxt. Yəni bir ölkənin adətən çox vaxt bir paytaxtı olur. Yəni bir cümlələrində bir dənə. Məsələn, bu yalnız baş hərf böyük deyirik elə. Buna capitalize əmri versək belə olacaq. Yalnız baş hərf böyük. Yəni birinci hərfi böyük eləyəcək, qalanları kiçik olacaq. Və yaxud da title. Title'dırsa artıq hər sözün baş hərfini. Məsələn, bu cümləyə title versək belə olacaq. Hər sözün baş hərfini böyük eləyəcək. Bir də swap case var. Swap case böyük hərfindən kiçiyin yeri dəyişir. Yəni böyük olur, kiçik. Böyük kiçilir. Kiçik olur. Küçük olur, böyük. Aydındır. Burada nümunələri görürsünüz. Baxın, Python proqramlaşdırma dilidir. Bunu upr edəndə belə olacaq. Hamısı böyük.
Lower-dən də hamısı kiçik. Capitalize eləyəndə bir dənə birinci hərf böyük. Title eləyəndə hamısının ilk sözünün ilk hərfi böyük. Tamam. Swap case eləyəndə də necə oldu baxın. Burada P böyük idi axı bir dənə. Bir dənə P-ni balaca elədi. Bunu niyə balaca eləyibdi? Bu da böyük olmalıdır. Bunları böyük eləməlidir. Hə, bunu eləyibdi. Bunu eləmişəm. Buna bu əmri vermişəm yəqin ki, bunun əksidir. Buna yox. Aha. Length. Len uşaqlar uzunluq göstərir. Uzunluğunu ölçür. Yəni ASCII-də verdiyimiz kimi də bir simvol bir bayt demirdik o formada. Hello sözünə len verəndə 5 olacaqdı bizdə. Nə bilim, salam sözünə len versək 10 olacaq. Boşluğu da sayır bu arada. Necə ASCII-də burada da elə boşluğu, işarəni, hərfi hamısını sayacaq və sayını verəcək sənə. Artıq indeksdən yanaşmayacaq, ha? Yəni sıfırdan başlamayacaq. Normal birdən başlayaraq sayacaq. Bak. Sayır. Bir hərfin müəyyən sözün içərisində mövcudluğunu yoxlamaq üçün. Məsəl üçün, A bərabərdir Qarabağ. B in A ilə yoxlaya bilərsin. Yəni B A-nın içindədir. Məsəl üçün deyirsiniz ki, if. Əgər B A in A-dırsa, bu artıq nə verirsən? Əgər B A-nın içindədirsə, B A-nın içində varmı bu? Deməli, true dəyər verəcək və if-ə daxil olacaq. Yoxdursa, if-ə daxil olmayacaq. Bax, məsəl üçün, 221 sayı deyirəm. Deyirəm ki, 3 in P. P-nin içində 3 var, if, false. Artıq bu if-in içində məsələn deyirəm ki, elədirsə A bərabərdir A plus 1. A-nın üzərinə 1 gəlməyəcək. Çünki bu false dəyəri verdi axı, daxil olmadı. Bir də qaldı bizim burada replace əmrimiz. Replace də yer dəyişmək üçündür. Məsəl üçün, burada deyirəm ki, nevroendokrinologiya sözünə uyğun hissədə əvəzləmə edərək psixonevroimmunologiya sözünə uyğun formada çevrilsin. Yəni, bu olsun, bu. Mən əvvəlcə capitalize eləyirəm, bunu bu formaya gətirirəm. Çünki burada hamısı qiyərlər balacadır. Sonra isə endokrin sözünü, nevro, bax bu hissəni endokrin. Deyirəm ki, endokrini əvəz eləsin immu sözü ilə. İmmu. Və əvəz elədi. Burada nəzərə almalısınız ki, replace elədirsə, neçə dənə varsa hamısını dəyişəcək. Məsəl üçün, deyirəm ki, deyirəm ki, replace olsun. Replace olsun. A, Ü ilə replace olsun. İndi bu nə olacaq? Üz, üz. Aydınlı hamısını çevirəcək. Uşaqlar, bu qədər idi. İndi mən bunu saxlayıram uşaqlar. Keçək testimizi işləyək. Dəqiqə dayandırım, record